Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Əziz möhtərəm qardaşlar, bugünkü oxuyacağım sizə Risalə Şeyximiz, əsrimizin böyük mühəddislərindən biri Şeyximiz Şeyx Rabi ibn Hadi el-Mədxəlinin Hafizahullahın öz icazəsi ilə oxuduğumuz kitabdır. Elhamdülillah, hamd olsun Rabbina. Və bu kitabda Sifatul Həddədiyyədir. Yəni həddədilərin sifətləri. Çünki bu axır zamanlarda bu böhtanlar çox atılır sələflərin üzərinə. Şək yoxdur ki, mən də istəyirəm ki, burada Allahın izni ilə həm avam cəmaata, həm də sələf mənhəcini müdafiə etmək üçün, Allah üçün bunu bəyan edim qardaşlar da bilsinlər ki, həqiqətən həddədilik nədir və kimdir? Mən burada sizə ancaq onların sifətlərindən danışacağım. Allah nəsib eləyər, inşallah onların əgər tarixindən lazım olarsa, tarixini danışmaq olar onların. Kimlərdir, onların alimləri və s. Deməli, Şeyx Rabi buyurur ki, Bismillahirrahmanirrahim. Elhamdülillahi və salatu və selamu alə Rasulillah və alə alihi və sahbihi və mən təbi'ahu hudah. Əmmə bə'd. بسبب ما جرى من الفتنة بين الشباب في اليمن وطالت ذيولها وتفرعت شعبها فامتدت إلى بلاد أخرى وكثرت تطلعات الناس إلى بيان الحق وبيان المصيب من المخطئ. وكان من أسباب هذه الفتن أن طلاب العلم في اليمن رمي بعضهم بالمنهج الحدادي فاضطررت إلى بيان هذا المنهج لعل ذلك يوضح لكثير من طلاب الحق أن يميز بين منهج أهل السنة والمنهج الحدادي ثم لعل ذلك يسهم إلى حد بعيد في القضاء على هذه الفتنة مع وعدنا بمواصلة بيان القضايا الأخرى تلبية لهذه المطالب الملحة وإسهاما في إنهاء الفتنة. Deməli, Şeyx Rabi buyurur ki, deməli, səbəb bu sifətləri zikr etməsində hansı ki, elm tələbələrinin arasında baş verən problemlərdir ki, görürsən ki, və həmçinin məxsus olaraq şək yoxdur, bu sual şeyxə verilmişdi Yəmən əhlindən. Çünki o vaxtı Yəməndə Əbu Həsən el-Məribi ən böyük fitnələri törədən o idi və həmçinin onun arxasınca gedənlər. Hansılar ki, rafizlərə qardaş deyənlər və rafizlərlə öz aralarında ittifaq quranlar, aydındır, və ixvanlarla bir yerdə həmçinin ittifaq quranlar və ixvanların cəmiyyətlərindən istifadə edənlər bu sifətdə olan Əbu Həsən el-Məribi idi, hansı ki, həmçində korlamışdı nə qədəsin Yəməndə və həmçinin Mədinədə. Və bunu o vaxtı orada deməli şeyxə bu sual verilir Yəmən əhlindən xas olaraq və həmçinin şeyx də burada toxunur ki, yəni bu məsələ tək indi Yəməndə deyil, bu məsələ həmçinin yayılıb Yəməndən sonra başqa ölkələrdə. Əsli isə həddədiliyin əmələ gəlib Saudiya dövlətində, yəni Mədinədə. Əsli həddədiliyin orada əmələ gəlib. Yəni həddədilərin əsilləri hamısı Saudiyadadır. Baxmayaraq ki, cinsləri bəzilərinin Misirli olsa da. Yəni bu firqəçilik əmələ gəlib Saudiya dövlətində. Və şeyx burada toxunur ki, yəni bu günləri tələbələr arasında da bəzi sələf tələbələrinə deyirlər ki, onlar da həddədilərdir. Diqqətli ol əziz qardaş, yəni hətta seçə biləsən ki, nədir həddadilik, nədir sələflik. Çünki ortada bəzi məsələlərdə oxşarlıqlar var. Yəni bəzi məsələlərdə yəni oxşarlıq o dərəcədə ki, yəni cahil insan üçün, yəni avam insan baxsa məsələyə, ola bilsin deyər ki, bu ikisi də eynidir də, sələfi də bunu deyir, bu da bunu deyir. Yox, xeyr. Fəqət orada incəliklər var ki, gərək onları dərk eləyə biləsən, gərək onları tuta biləsən. Və elhamdülillah, Allah Azza və Cəllə, yəni Şeyx Rabi ibn Hadi el-Mədxəlinin Hafizahullahın kitablarından istifadə etməyi mənə nəsib eləyib Misirə gəldiyim günümdən. Həmd olsun Rabbinə və bu ən gözəl kitablarından biridir ki, bu kitabı biz deməli 2008-ci ildə oxumuşuq, elhamdülillah.
və bilirdik artıq ki, həddadilik nədir və nə sifətlərdir. Və bundan başqa da həmçinin qeyri kitablar var. Amma burada isə müxtəsərdir, qısadır və mən də istədim ki, qısa olsun, qardaşlar üçün faydalı olsun. Şək yoxdur, özüm biraz açıqlıq verəcəm ki, hətta yəni dərk eləyə bilərsiniz, başa düşə bilərsiniz ki, nədir, kimə deyilir həddadi və kimə deyilir sələfi. Necə sələfi seçilir həddadilikdən? Bu mühümdür. Buna hər bir avam da düşə bilər. Hər bir avam da buna düşə bilər. Şeyx Rabi buyurur ki, Bismillahirrahmanirrahim. Birinci, buğduhum li ulemâil menhecis selefil muasirin ve tehqiruhum ve techiluhum ve tadliluhum ve liftirâu aleyhim ve leseyyema ehlül medine ve xutta ve leseyyema ehlel medine ثم تجاوزوا ذلك إلى ابن تيمية وابن القيم وابن أبي العز شارح الطحاوية يدندنون حولهم لإسقاط منزلتهم ورد أقوالهم. Deməli buyurur ki, şeyx birinci, həddadilərin sifətlərindən sələf mənhəcində olan alimlərə buğz etmələri. Həddadilərin sifətlərindən. Və bir şey nəzərinizə çatdırım ki, az qardaşlar bilin. Həddadilər xavariclərin bir qoludur. Həddadilər xavariclərin bir qoludur. Fəqət xavariclərlə həddadilərin arasında fərq ondadır ki, xavariclər daha üstünlük veriblər təkfirə. Hə? Yəni daha üstünlük verib təkfirə. Ona görə görürsən xavariclər təkfir eləyəndə alim, yəni kim gəldi? Hamısını, sahabə, nə gəldi? Hamısını təkfir eləyirlər. Aydındır? Amma həddadilər isə elə deyil, xeyr. Həddadilər təkfir etmirlər əvvəlindən. Həddadilər əvvəlindən başlayırlar təbdi etməyə. Yəni bidətçi saymağa, hər bir kəsi. Aydındır? Yəni bu fərqdir, diqqətli olun. Deməli birinci, onların qəzəb etmələri alimlərə. Fikir verirsiniz, yəni sələflər, yəni xavariclər qəzəb edirlər, şək yoxdur, amma təkfir edirlər. Amma bunlar isə qəzəb edirlər və təhqiruhum və təclihiluhum və tadliluhum və iftira aleyhim. Və onları müasir alimlərimizi, böyük alimlərimizi, onları təhqir, yəni alçaldıcı sözlərlə qələmə verirlər və onları cahil kimi qələmə verirlər və yaxud da onları zəlalət əhli kimi və yaxud da onlara iftiralar atırlar. Yəni yalanlar, böhtanlar. Elə filan şeyx belə oldu, filan şeyx bunu da, filan şeyx belə idi, filan şeyx nə bilim KKB işləyir və s. və s. Və lə səyyəmə əhləl Mədinə. Ələl xüsus, yəni ən xüsususu da Mədinə əhli. Şək yoxdur, Mədinə əhli burada nəzərdə tutulan ən böyük Mədinə əhli, hansı ki həddədlərin demək olar ki udarının altına düşdü, ən böyük onlardan ən birincisi Şeyx Rabi İbn Hədi Əl-Mədxəlidir. Çünki Şeyx Rabi Mədxəli özü Mədinəlidir. Məkkədə köçüb yaşayırdı, indi isə qayıdıb əlhəmdə yenə Mədinədədir. Və həmçinin sonra Şeyx Rabinin tələbələri və həmçinin Şeyx Ubeyd el-Cabiri və Şeyx Abdullah Buxari və Şeyx Muhammed İbn Hadi və həmçinin orada şeyxlər var, hansı ki başqa şeyxlərimiz Şeyx Süleyman Ruheylidir və Şeyx Salih Suheymidir və Şeyx Abdülmuhsin Abbaddır və Şeyx Fəqihidir və qeyri şeyxlərimiz hansılar ki var orada. Yəni bunlar hamısı nədir? Həddadilərin, yəni dilləri bunların üzərindən əksik olmayıb. Bunlar barəsində danışıb və bunların da bəyan eləyiblər xataların. Güya. Onlara görə, yəni bunlar xatakarlardır və bunlar bidət əhlidir. Sonra təcavüzü zəlikə li İbn Teymiyyə. Hətta buna baxın ki, ən birinci, yəni bu firqə bu yaxınlarda yanar. Bu axırıncı yüzildə yaranan firqədir. Və başçısı da bunu Mahmud İbn Həddəddir. Həmçinin onlardan ona tabi olanlar onun yoluna Musa Düveyşdir, Abdüllatif İbn Bəşmildir, həmçinin Fəlihil Hərbidir və həmçinin qeyriləri ki, onun yolunda gedənlər və bu günləri də görürsən sələfi olub və sələflikdən azıb o yola düşənlər də var. Sələfi olublar, sələf alimlərin yanında oxuyublar və bu günləri isə onlarda da artıq bu həddadilərin sifətləri mövcuddur və bəzisinə artıq həddadi hökm də verilib. Və onlardan məsələn hökm verilib Yahya ibn Həcuriyə, həmçinin kimlər ki onu müdafiə eləyir,
onun yolunda olanlara. Onlar indi fikir verin qardaşlar. Birinci başladılar Mədinə əhlindən, müasirləri vurmağa. Başladılar müasirlər, sağlamlar. Demirəm ha, gedib danışırlar Seyyid Qutubdan, gedib danışırlar məsələn Muhammed Həssəndən, Əbu Səhuveynidən filan peş. Yo, bunların işləri yoxdur onların. Yo, əsas kimlərdir sələfə bugün dəvət edənlər? Necə deyirlər? Qoh sələflik. Yəni sələfliyin əslinə dəvət edənlər. Möhkəm olanlar bu əqidədə və bu mənhəcdə. Kimdir onlar? Şeyx Rabi və onun tələbələri və onun ətrafında olan alimlər, Şeyx Zeyd Mədxəli, Şeyx Əhməd Yəhyə Nəcmi və Şeyx Muqbil və həmçinin məsələn, həmçinin qeyri Şeyx Muhammed Hadi və Şeyx Übeyd Cabiri və qeyriləri. Şeyxlərimiz maşallah. Aydındır. Və buyurur və sonra bunlardan sonra gör keçdilər kimə? Təcavəzu zəlikə ilə İbn Teymiyyə və İbnül Qayyim və İbn Əbil İz Şərih-i Tahaviyyə. Sonra keçdilər İbn Teymiyyə. Keçdilər İbn Teymiyyə. Başladılar İbn Teymiyyədə Məcmul Fətavasında bəzi xatalar tutub özlərinin şeyinə görə və İbn Teymiyyəni yəni səhlənkarlıqda ittiham etməyə ən birinci. Və keçdilər həmçinin İbn Qayyimə. İbn Qayyimin də bəzi kitablarında tutub səhvləri dedilər ki, İbn Qayyim həmçinin nə olub, nə sufi olub, nə bilim nə olub və s. Və İbn Teymiyyə dedilər ki, İbn Teymiyyə murciyələri müdafiə eləyib öz kitabında və s. və s. Həmçinin İbn Əbil İz rahimahumullahu cəmiən, İbn Əbil İz də Tahaviyyəni şərh edənlərdən biridir. Həmçinin Şeyx İbn Teymiyyənin tələbələrindən olub İbn Əbil İz. Onu da ittiham ediblər bidətdə. Hətta ona deyiblər ki, o cəhmidir. Subhanallah. Yudəndinunə havləhum li isqati mənzilətihim və raddi əqvalihim. Yəni fikir verin, Şeyx Rabi buyurur ki, onlar dinləyinirlər. Görün, fikir verin. Sələf alimlərinin əsasları hansılar ki, bu dinə can qoyublar və bu din üçün yaşayıblar və Allah yolunda cihad eləyiblər. Şeyx İbn Teymiyyə və İbn Qayyim və qeyriləri, həmçinin əsrimizdə olan alimlər, hansılar ki adlarını çəkdim, bəziləri canları ilə və malları ilə Allah yolunda döyüşüblər. Onlar istəyirlər deyir, bu insanların mənzillərini, yəni bu alimlərin mənzillərini insanlar gözündə alçaltmağa və onların qövüllərin rədd olunmasına. Yəni nə var ki burada bir axmağın biri, bir mütəallimin biri gəlsin danışsın ki, cəmaata ki, filan şeyx yaxşıdır. Nə olan qaydalarındandır. Məsələn, tutaq ki, onlar sənə birdən-birə deməzlər. İbn Teymiyyə bidətçidir və s. Yox. İbn Teymiyyə böyük alimimizdir və həmçinin Nəvavi və İbn Həcər və filan və ilən və sonra gəlirlər sənə yavaş-yavaş deyirlər ki, amma yəni İbn Teymiyyə öz kitabında yəni belə bir dənə söz deyib, o xatadır. Amma budur. O ammalar ki gəldi, əmması çıxdı demək, bizə necə deyirlər. Əmması çıxdısa, deyir, deyir, gördün bax, əmması çıxdı bunun. Ona görə də bu deyir artıq nədir? Yəni, sələfi deyil də, problem var da, fikir ver. Görsən, necə problemlər var. Haqq məhər bu deyil idi, niyə görə bunu bu demədi, belə demədi, niyə görə bunu belə demədi, bunu belə dedi, aydındır. Və sonra Şeyx Rabi buyurur ki, ikinci, qavluhum bi təbdi'i kullu mən vaqa'a fi bid'ə və İbn Həcər indəhum əşəddu və əxtaru min Seyyid Qutub. İkinci isə qardaşlar onların sifətlərindən hər bir bidətə düşəni o dəqiqə bidətçi saymaq. Və bu günləri bu məsələ öz aramızda da qardaşlarla bir çoxların arasında baş verib və bu mühüm məsələlərdən biridir və bu günləri ittiham eləyirlər yenə də. Qabaq tutaq ki, mən ittiham olunurumsa, tutaq ki, mən kimi uşaqlar, indi isə artıq böyük alimlər ittiham olunur. Şeyx Rabi, sonra Şeyx Rabinin yoluna gedənlər, bunlar da hətta ittiham, artıq dil uzandı bunlara. Necə ki, bu günləri eşidirsiniz. Həddədilər, bax, bunlardır. Bax, bunlar həddədilərdir. İbrahim Ruhelinin yanında oxuyanlar həddədilərdir. Həqiqət onlarda həddədilik var və zahir olur Allahın izni ilə. Mən bunu demişdim, neçə il bundan qabaq. Demişdim, vaxt gələcək inşallah Allah Azza və Cəllə özü göstərəcək, hər şey bəyan eləyəcək. Hətta avam cəmaat belə başa düşəcək. Və bu günləri görürsən ki, kimlər ki,
qidalanıb və gediblər onun arxasınca və görürsən ki, bu günləri İbrahim Ruheylinin altdan danışması, təyin etməsi şeyxlərə bu günləri zahir olur onun tələbələrinin üzündə. Həddadilik bax budur qardaşlar. Bax bu həddadilikdir. Ehtiyatlı ol. Buyurur ki, qavluhum bi təbdi'i kullu men vaqa'a fi bid'ah. Deyir, hər bir bidətə düşəni o dəqiqə həddadilər təbdi eləyirlər. Bu onlarda qaydadır. Əhl-i sələf, indi diqqətli olun, sələfi necə burada həddaddən seçilir? Aydındır. Məsələn, İbn Həcər onlarda Seyyid Qutubdan da şiddətlidir. Subhanallah. Seyyid Qutub hara, İbn Həcər hara, rahiməhullah. Amma Seyyid Qutub mən rahiməhullah demirəm. Çünki nəyə görə? Ona görə ki, yəni, hətta Şeyx Rabi deyir ki, mən ona istəmirəm demək. Yəni, mən təqlid edək demirəm. Fəqət yəni onun yəni, dediyi zəlalətlərin ki, o ki şeyləri var, Allah bilir. Yəni, mən ona heç belə tərahhüm belə oxumuram. Aydındır. Ya, bu həddadilik deyil, əlhəmdülillah. Çünki ona görə ki, necə ki biz Cəhm ibn Safvanı oxumayan kimi, həmçin Seyyid Qutub da elə onun mislindədir. Cəhm ibn Safvanın mislində. Cəhm ibn Safvan öz əsrində cəhmili yayan kimi Seyyid Qutub da bu əsrdə xavaricliyin əsasını qoyub və onu ucaldan, onun təməlini qoyub və ona dəstək verənlərdən biri olub. Və həmçinin Seyyid Qutubun qövülləri var ki, öz Zilalül Quranında, hansı ki təfsir deyirlər ona, Auzubillah bu kitabdan, o kitab başdan ayağa doludur küfürlərlə və s. Küfürlər ki, hansı ki Allahı tək bir vücud kimi qələmə verir. İxlas surəsinin təfsirində. Və s. Sahabələri təkfir edir, peyğəmbərləri ələ salır, istihza edir. Yəni o insan, subhanallah, yəni o halı elədir ki, elə ki Cəhm ibn Safvandır. Düz Cəhm ibn Safvanı təkfir elədilər, çünki Cəhm ibn Safvanın üzərində hüccət qaldırmışlar artıq, münaqişə etmişlər. Seyyid Qutub barəsində isə var qövüllər Şeyx Əhməd Şakirdən, rahiməhullahdan, və bu da məqamı deyil, inşallah vaxt lazım olarsa ondan da danışmağa öz məqamı gələr. Əsas məsələ burada odur ki, onların, yəni həddadlərin hər bir bidətə düşəni o dəqiqə bidətçi adlandırmaları. Aydındır, hər bir bidətə düşənləri bidətçi adlandırmaları. Sələflər burada seçilirlər. Əhl-i sünnə vəl cəmaa, yəni sələflər, biz də onların içinə girmək şərti ilə Allah Azze və Celle bizi ölənə qədər onların yolundan ayırmasın. Biz heç vaxt bidətə düşən bir kəsi təbdi etmirik. Heç vaxt. Bu qaydadır sələflərdə. Əgər görsək ki, bir kəs bidətə düşübsə, biz ona nəsiyyət edirik. Necə ki, mən sizə bundan qabaq İbrahim Ruheylinin zəlalətlərində bəyan elədim. Və həmçinin orada Hələbinin və məşhurun zəlalətləri. Əhl-i sünnə bir kəs əgər bidətə düşərsə, söhbət gedir ki, əhl-i sünnədən. Söhbət gedmir əsli bidət əhli olandan. Xeyr. Əgər bir kəs deyirsə ki, mən şiyəyəm, biz deyirik ki, sən bidətçisən. Əgər bir kəs deyir ki, mən ixvanam, biz deyirik ki, sən bidətçisən. Birbaşa üzünə. Hüccət qaldırmağa ehtiyac yoxdur, çünki o adam artıq deyir ki, mən bidətçiyəm. Mən onun necə deyə bilərəm ki, o bidətçi deyil. Bəli, o bidətçidir. Aydındır. Bir kəs gəlib deyir ki, mən sufiyəm və yaxud mən əşariyəm, mən nə bilim, nəyəm? Mən nursiyəm, məsələn, nursilərdənəm, nurçiyəm. Nurçusan, bidətçisən. Aydındır. Yəni, əsli bidət əhli var dinimizdə və var bidət əhli o kəslər ki, sələfi olub, əhli sünnə olub, bidətə düşüb. Söhbət burada gedir, əziz qardaşlar, bunlardan. Söhbət burada gedmir əsli bidətçidən. Əsli bidətçi bidətçidir. Xavaricdir. Xavaric gəldi, əgər zahir etdisə özündə olan xariciliyi, deyir ki, bu bidətçidir. Çünki bunun əsli nədir? Əsli pis gündədir bunun. Aydındır, bu əslindən bu cürədir. Aydındır. Amma yox, biri gəlir, bizə göstərir, özün sələfidir. Bizi ilə bir yerdədir və s. bir müddətdən sonra görürük ki, yavaş bu düşdü bidətə. Artıq bir bidətlidir. Biz bu vaxtı neyinirik? Onu təbdi eləyirik o dəqiqə bidətli düşməklə, yoxsa gözləməliyik. Əhl-i sünnə vəl cəmaat bu məsələdə ona nəsiyyət eləyir. Necə ki, mən sizə misal çəkdim İbrahim Ruheylini. İbrahim Ruheyli düşdüyü bidətində
Ona nəsihət olundu. 10 il bundan qabaq. Hətta Şeyx Abdullah Buxari deyir 12 il. Ona nəsihətlər olundu. Və 10 il, 12 il o gözlənildi. Nəsihətlər oldu. Yine siz fikirləşin ki, subhanallah, sonra deyirlər ki, bu alimlər, bunlar tən eləyirlər kimə gəldi. Allahu akbar. Bəlkə bizim kimi cahillərə qalsa, biz öz aramızda olsaq belə, biri bir dənə xata eləsə, biz onu uzaqbaşı bir dəfə nəsihət eləyirik, 2 dəfə, gözləsəydi onu uzaqbaşı bir həftə gözləyərik və gözləmərik. Aydındır? Ola bizim 1 ay, lab 2 ay, uzaqbaşı, 3 ay, ondan artıq gözləyə bilən deyirik. Birbaşa bir dənə hökm vurub, peçat qoyacaq belinə ki, bu bizdən deyil, bu xavaricdir, və yaxud da bu murciyədir, və yaxud da bu filan kəsdir. Şək yoxdur ki, yəni burada da həmçinin, bəli, biz bunu deyə bilərik kimə? O kəsə ki, kim ki, təkəbbürlük edib, inatkarlıq edib, haqqı rədd edib və zəlaləti müdafiə etməyə çalışarsa və zəlaləti müdafiə etmək üçün can atarsa, artıq bu vaxtı bəli, o insanı heç gözləməyə ehtiyac yoxdur. Aydındır? Yəni bu vaxtı bu insan artıq gözlənilmir və onun bidətçi olması bəyan olunur. Və şək yoxdur ki, o insan bidətçidir. Amma qaldı ki, o kəs ki, bidət edib və düşüb bidətə və ona nəsihət olunur və susub, durub. Aydındır? Və nəsihət altındadır, gözlənilir. Aydındır? Və görürsən ki, o öz bidətin sonra həmən o dediyi şeyi danışmır, onu yaymır və onu müdafiə etmir. Deyib fəqət bu bundan sadir olub çıxıb. Ona görə də bu günləri əhl-i sünnənlə həddədlərin arasında fərq ondadır. Həddədi görsə ki, bidətə düşdü sələfi, məsələn sən onun sələfi qardaşsan, görsə ki, səni bidət etdin, deyəcək ki, sən bidətçisən. Sən bidətçi oldun. Aydındır? Amma sələfi isə deyir ki, xeyr, sən bundan bidətçi olmursan, sən fəqət tövbə elə. Tövbə elə, bu bidətdir, ehtiyatda ol. Bu bidətdir. Sən düşdüyün bəli bidətdir, amma sən bidətçi deyilsən. Aydındır? Yəni bu cürə. Üçüncü isə təbdi'u mən la yubəddi' mən vaqa'a fi bid'ə və ədavətuhu və harbuhu və la yekfi indahum ən təqul ində fulanin əş'ariyyə məsələn əv əş'ari bəl ləbuddə ən təqul mubtədi' və illə fəl harbu vəl hucuran və təbdi'. Üçüncü məsələdə qardaşlar Şeyx Rabi buyurur ki, hafizahullah, üçüncü sifət də onlarda nədir? Bu ikinci sifətdən oxşardı, amma ortada fərq var. Diqqətli olun. O da nədir? Bidətə düşəni təbdi' etməyəni təbdi' etmək. Yəni bir kəs bidətə düşüb. Məsələn, bu günləri filan kəs bidətə düşüb. Onu təbdi' edir. Həddadi. Gördü ki, bidətə düşdü, onu təbdi' edir. Və gəlir sənə deyir ki, sən də onu təbdi' elə. Görsən ki, sən düşün ki, mən onu tanımıram. Mən onu tanımıram. Nə bilim, o kimdir, zat belə, mən onu bilmirəm, mən onu bidətçi görmürəm, deyəcək ki, onda sən də bidətçisən. Həddadi bu cürədir. Aydındır? Necə yəni, sən mənə dediyimlə razılaşmadın, deməli sən də beləsən. İndi bu günləri bu surəti veriblər bir növ bizə, yönəldiblər bizə, hətta böyük alimlərə. Deyirlər ki, biz də o cürəyik. Biz də bu günləri İbrahim Ruheylini və Əli Hələbini və həmçinin məşhur Salman məşhuru, həmçinin Vəlid Seyf Nasırı və Əbi Həsən İl-Məribini və onların yolunda olanlar, o birilər, kimlər ki onların kanalında üzürlər, Heysəm Sərhən kimlər və s. Deyirik ki, bu insanlar bidətçidirlər. Bəziləri açıq aydın, məsələn Əli Hələbi təbdi' olunub və Salman məşhur təbdi' olunub və həmçinin İbrahim Ruheyli təbdi' olunub və bunlar barəsində böyük alimlər onları təbdi' eləyiblər. Onlardan 30-40 yaş yuxarı olan alimlər təbdi' eləyiblər və bəyan eləyiblər ki, nəyə görə bunlar təbdi' olunublar? Nəsihətdən sonra nəsihət olunub və onların etdikləri xatalar, bidətlər bəyan olunub. Bu insanlar isə dönməyiblər və neçə il gözlənindən sonra və başlayıblar əksinə hərb elan eləyiblər hara? Əhl-i sünnənin mənhəcinə, sadiq olan mənhəcinə. Və buna görə də bu insanlar bu günləri düşüblər bidətə, açıq aydın və onun üzərində davam etdiklərinə görə, hərb elan etdiklərinə görə, sələflərə görə, ona görə böyük alimlər onları təbdi' eləyiblər.
Aydındır, təbdi eləyiblər onları. Və bu da mühüm məsələlərdən biridir ki, qardaş, yəni bu günləri bizə isə bu sifəti vermək istəyənlər, demək istəyənlər ki, gör biz həddədlərə oxşayırıq, deyirlər ki, kim ki bunlara dil uzatır, ki onlar həddadilərdir. Yəni belə çıxır ki, Şeyx Rabi həddadidir. Necə mən bunu demişdim vallah. Allah şahiddir ki, mən bunu neçə illərlə bundan qabaq deyirdim, bəzi qardaşlara deyirdim ki, vallahi hətta onları biraz qıcıqlandırsan, biraz danışsan, görürsən ağızları açılacaq, deyəcək ki, sizin bu şeyxlər, bu kimdir, bu Şeyx Rabi deyəcək, Allah özləri də hələ olan üzündə problemlər var. Şiddətli, birinci şiddətli deyirdilər. Necə Əli Hələbi şiddətli deyirdi. Necə bu günləri görərsiniz? Həmən o həddadilər, onlar hansılar ki, vəsf eləyirlər bu günləri, Şeyx Rabinin şiddətli kimi. Deyirlər ki, Allah şiddətlidirlər. Aydındır. Yəni, onların Şeyx Rabinin cərhi qəbul deyil. Allah həddadilər var, bunlardır, qardaşlar. Böyük alimləri özləri dil uzatırlar, heç özlərinin xəbəri yoxdur. Aydındır. Ona görə çox gözəl bir dənə sual var. Yəni, hər biriniz bu sualı verə bilərsiniz, əgər görsünüz o kəsləri. Deyin ki, əgər Şeyx Rabi şiddətlidirsə, yəni bu mustalah hədis elmində qaydadır. Şiddətli var, bir də var mütəsahil, səhlənkar. Aydındır. Yəni, biri şiddətlidir, biri də ki, səhlenkardır. Bunlar hədis elmində olan qaydalardır. Aydındır. Və bu vəsflər də mövcuddur. Bəzi alimlərə deyilib mütəsahil, bəzi alimlərə deyilib mütəşəddid. Aydındır. Məsələlərdə. Yaxşı deyin ki, bu mütəşəddidsə, bəs mütəsahillər kimdir bu günləri? Deyin görək onlardan birinin adın. Qoy sizə desinlər. Kimdir bu əsrdə mütəsahil olan alimlərdən? Onlarda bu yoxdur. Onlarda bu yoxdur. Çünki özləri mümeyyi'lərdir. Mümeyyi'lər və onlarda cəm olub nə qədər şər sifətləri. Təmyi', neustойчивость necə deyilir? Yəni nətər deyirlər onu? Yəni bir şeydən bərk yapışmamaq. Yəni nəyə gəldi? Nəyə gəldi o tərəfə yumuşaq getmək. Öz dinində layiqincə yapışmamaq. Və həmçinin cəm olub onlarda hizbiçiliyin sifətləri. Özləri üçün cəmaat qurub, özləri üçün qıraqda otururlar. Başqası gəldi, olan istədiyi şəkildə olması qəbulləmirlər. Bu hizbiliyidir. Və həmçinin cəm olub onlarda həddadlayan sifətləri. Yalnız özlərinin quruğunda olan alimləri var. O alimləri götürürlər. Başqa alimləri gətirsin üçün ki, bu alimlər, böyük alimlərdir, bunlar onları qəbulləmirlər. Və yaxud ola bilsin sifətdə səni qəbulləməsin, dediyin deyəcək ki, yox, nə olsun deyib, xata eləyə bilməz və s. Ona görə ehtiyatlı ol, əziz qardaş. Ehtiyatlı ol. Həqiqətən bu həddadilik bu günləri tək Saudiyada deyil. Saudiyadan Yəmən və Misir və həmçinin Kuveyt və həmçinin Azərbaycanın özü də bu günlər doludur bunlar. Və ehtiyatlı ol. Həmçinin buyurur ki, deməli onlar, əgər sən onun təbdi etdiyini, yəni onun bidətçi gördüyünü, bidətçi görməsən, o dəqiqə səninlə düşmançılıq elan eləyir və sənə qarşı hərb elan eləyir. Hətta onlarda məsələn, Şeyx Rabi buyurur ki, onlarda məsələn kifayət etmir demək. Məsələn, tutaq ki, mən görsəm ki, məsələn, deyir ki, bu əşarilərin sözünü deyir. Aydındır. Məsələn, alimlər var ki, islahı qövlərdəndir, islahı daha doğrusu sözlərdəndir ki, istifadə edirlər şəriətdə, məsələlərdə, mustalah elmində. Deyirlər ki, məsələn, əşari, sufi, aydındır. Deyir, filan kəs əşaridir, filan kəs sufidir. Yox, o deyir, yox, mütləq sən deməlisən ki, o mübtədi'dir. Yox, dinən mübtədi', hətta mən sənin qardaşlıq eləyim. Yox, sən mübtədi' deməsən ona, deyirsən ki, onda əşarilik var, və yaxud onda sufilik var, yox, deyirsən bunu ilə deyir, nə? Yəni, həddadini razı salmış olmursan. Yox, gərək mütləq mübtədi' deyəsən. Ona görə də onlar bunu ilə nə ediblər? Əgər sən o cürə deməsən, filan kəsdə məsələn əşarilik var. Filan kəs əşariliyə düşüb. Əşarilik olub onda. Aydındır.
Onlar deyirlər, yox, mütləq sən deməlisən ki, mübtədədir. Yoxsa sənə qarşı müharibə və səndən hicrət və həmçinin sənin özünü də biz bidətçi görəcəyik. Bu həddadilərin sifətidir. Amma sələflər isə həşə və kəllə. Sələflər bu yoldan uzaqlar, qardaşlar. Bizdə qayda elə deyil. Necə ki, mən sizə bəyan etdim, həmçinin o şübhələrdən biri ki, bidətçi görməyən bidətçi olur məsələsində. Açıqladım mı o məsələdir? Kim istəsə qayıtmaq, qayıda bilər o məsələyə. Yazılı şəkildə var, əlhəmdülillah. Və qayıdıb qulaq asa bilər. Və çox faydalıdır, əlhəmdülillah. Və necə toxunduq ki, biz bidətçi əgər açıq aydın təbdi olunubsa və ona bidətçi deyilibsə o vəsf, ona deyilibsə böyük alimlər tərəfdən və bidəti məlumdursa, aydındır, o bidətinə dəvət edəndirsə, bəli ona bidətçi deyilir. Aydındır. Yox, əgər əhl-i sünnə görsələr ki, yox, biri düşüb bidətə, amma onun üzərində hüccət qalxıb ya qalxmayıb, bu bilinmir. Məsələn, buna misal çəkirlər İmam Nəvavini, İbn Həcəri. Biz onlara bidətçi demirik. Biz onlara deyirik, bəli, məsələn, İmam Nəvavidə əşarilikdən olub bir şey. Əşarilik olub onda, sifətlərdə və s. Aydındır. Həmçinin İbn Həcərdə. Amma biz demirik, onlar bidətçilərdir və s. Aydındır. Nəyə görə? Çünki alimlər onların üzərində hüccət qaldırıb onları təbdi eləməyiblər. Amma onların qövllərində biz görürük ki, yəni kitablarında bəli, yəni bəzi məsələlər var ki, onlar toxunurlar o məsələlərdə və o məsələlər əşarilərin dedikləridir. Aydındır. Bu fərqdir bizimlə, əhl-i sünnənlə, sələflərlə həddadilərin arasında. Həddadi deyir, yox, lap düşsə də üzərində hüccət. Ona görə onlar üçün İbn Həcər və İmam Nəvavi, rahiməhumullah, ikisi də bidətçilərdir və onlar heç onlara rahiməhullah da demirlər. Və sonra 4-cü Şeyx Rabi buyurur ki, təhrimut tərahhum alə əhlil bid'a bi itlaq. La farqı beynə rafidiyyin və qadari və cəhmi və beynə alimin vəqa' fi bid'a. Yəni, 4-cü qayda isə bunlar ümumən müsəlman, ölüb gedən müsəlmana rəhmət oxumağı haram görürlər bidət əhlindən, ümumən. Fərq yoxdur, istəyir rafizi, qədəri, cəhmi və yaxud da sələf alimi olsun, düşüb bidətə. Bunlar üçün fərq yoxdur, hamısı eynidir. Amma yox, elə deyil. Elə deyil, əhl-i sünnə biz rafiziyə, qədəriyə və cəhmiyə rəhmət oxumuruq. Aydındır. Nə var? Müəyyənlə əgər gəlirsə, aydındır, müəyyənlə. Yəni bilirik ki, çatırsa bizə ki, bu insan rafizi olub, bu insan sahabələri söyərdi və s. və s. biz onu rəhmət oxumuruq. Aydındır. Əgər təyinlə tanıyırıqsa biz onu bilirik. Yox, əgər deyilsə ki, bu qəbirdə yatanlar, burada nə bilim, özlərinə şiyə deyənlər olub, amma sən tanımırsan, bilmirsən, onlar kimdir, necə olub, nətər olub, amma müsəlmanlar olublar, nisbət olunur İslama, ya Allah onlara bağışlasın günahlarını. Burada heç bir problem yoxdur. Amma həddadlər isə deyir, xeyr, yox, sən belə desən, artıq sən özün bidətçisən. Və həmçin 5-ci təbdi'u mən yətərahhamu alə misli Əbi Hanifə və Şəvkən və İbn Cəvzi və İbn Həcər və Nəvavi. Həmçinin 5-ci onlar Əbu Hanifəyə və Şəvkəniyə və İbn Cəvziyə və İbn Həcər və Nəvavi kimi alimlərə rəhmət oxuyanları təbdi' eləyirlər, yəni həddadilər. Görsələr ki, əgər sən Əbu Hanifə deyirsən ki, rahiməhullah və Şəvkəniyə və İbn Cəvziyə və İbn Həcər və Nəvavi, onlar deyirlər ki, əuzu billah, sən deməli bidətçisən, onlar kimi. Aydındır? Subhanallah. Amma əhl-i sünnə isə biz xeyr, biz bu kəslər bizim, yəni dinimizin əyimmələri olurlar, baxmayaraq ki, xataları olsalar da belə məsələlərdə, aydındır. 6-cı əl-ədavətü şədidə lis-sələfiyyin. Məhmə bəzəlu minəl-cuhudu fid-dəvəti ilə-sələfiyyə və zəbbu anhə. Deyir, diqqət edin qardaşlar, bu da bu günləri görərsən bir çox, hətta bir çoxlarında var bu sifət. Ehtiyatlı ol qardaş ki, o sifət səndə olmasın. Həddadilərin sifətlərindən biri odur ki, şiddətli şəkildə düşmançılıq eləmək sələflərə qarşı. O kəslər ki, bu günləri sələf dəvətinə qarşı cəhd eləyirlər və onu qorumaq üçün danışırlar, müdafiə eləyirlər.
ومهما اجتهدوا في مقاومة البدع والحزبيات والضلالات. Ne kadar ki onlar ne kadar ki onlar ictihad ediblər bidət əhlini onlara qarşı durmaqda və hizbilərə və zəlalət əhlinə və tərkizuhum alə əhlil Mədinə thumma alə Şeyxil Əlbani. Həmçin deyir onlar, yəni həddadilər, onlar durublar, yəni ictihad ediblər bunlar. Amma əsas mərkəzləri nə olub bunların? Əsas mərkəzləri olub Mədinə əhli və Şeyx Əlbani. Yəni həddadilər tutublar əsas mərkəz özlərinə ən birinci vurulası insanlar Mədinə əhli. Necə mən sizə dedim, Şeyx Rabi, onun tələbələri və Şeyx Übeyd Cabiri, Şeyx Abdullah Buxari, Şeyx Muhammed Hadi və Şeyx Zeyd el-Mədxəli və Şeyx Əhməd Yahya Nəcmi rahimehumullah və Şeyx Muqbil və qeyriləri şeyxlərimiz. Və Şeyx Abdülmuhsin Abbad, sonra başqası deyər ki, çəkmədən alın. Şeyx Salih Suheymi, Şeyx Süleyman Ruheyli, aydındır, yəni bu kəslər, Şeyx Fəqihi və s. Buyurur ki, ən birinci isə həddadilərin mərkəz tutduqları Şeyx Əlbani olub, rahimehullah. Və onların da bəlalarından biri nədir? لِأَنَّهُ مِنْ كِبَارِ عُلَمَاءِ الْمَنْهَجِ السَّلَفِ. Çünki Şeyx Əlbani sələf mənhəcinin bu əsrdə ən böyük alimi olub. Ey ennehu min eşeddihim fi qam'il hizbiyyin və əhlil bid'a və əhlil taassub. Çünki Şeyx Albani bu əsrdə rahimehullah, əksər qardaşlar biləm ki, eşitməyiblər, çünki onlara bunları çatdıran olmayıb. Allah nəsib eləyər inşallah, çatdırarıq Şeyx Albaninin necə bidət əhlinə qarşı olan mövqeyin, onların ən şiddətlisi bu günləri, hətta Şeyx Rabidən də belə şiddətli olub, məsələlərinin çoxunda Şeyx Əlbanidir, rahimehullah. Vallahi, əksər qardaşlar hələ bilmirlər Şeyx Albaninin necə bidət əhli barəsində, hətta qabağında oturduğu ilə danışdığı barəsində məsələləri var. Necə məsələlər var. Hizbləri necə belin qırardı. Və bidət əhli və təəssübkeşlərin və təqlid eləyənləri. Rahimehullah. Və həmçinin deyir, Şeyx Rabi buyurur ki, onlardan biri deyir, məclislərindən birində, yəni Şeyx Rabinin evində olan məclislərindən birində Şeyx Hüseymini deyir, yalan saydı. Dedi Şeyx Hüseymin bu məsələdə yalan deyib. Deyir, mən deyir, qəzəbləndim ona deyir və onu qovdum deyir evimdən, məclisdən deyir. Subhanallah, fikir verin. Girirlər sələflərin arasına, otururlar, hətta alimlərlə belə münaqişəyə girirlər. Böyük alimlərlə. Qalmışdı ki, balaca elm tələbələrinin anlatmağına var ki. Aydındır. Və qad əlləfu kutuban fi zalik və nəşəru əşrita. Deyir, bunun ətrafında sonra nə inirlər? Hətta deyir, kitablar yazdılar Şeyx Hüseymin barəsində. Şeyx Hüseymini onlar yəni zəlalət əhli görürlər, bidətçi görürlər. Bir çox məsələlərdə. Və sonra deyir, onlar deyir, nə? Başladılar kitablar yazmağa və kasetlər paylamağa bu barədə. Və sonra bəssu əd-diayət və diddəhum. Sonra başladılar ki, güya onlara əks olan iddialar biz irəli sürürük. Yəni, Şeyx Rabi həmçinin o yolunda olan alimlər hansılar ki, həddədlərin sifətlərini açıb töküblər o kitablarda. Və mələ'u kutubəhum və şiratətəhum və diayətihim bil-əkəzib vəl-iftiraat. Sonra deyir, doldurdular öz kitablarını və öz kasetlərini və öz iddialarını yalanlarla və iftiralarla. Güya Şeyx Rabi onlara zülm eləyib. Necə görərsiniz ki, bu günləri Əli Hələbin yolun gedənlər, Əbu Həsən el-Mərivi və İbrahim Ruheyli, görərsən ki, onların yolun gedənlər də bu günləri iddia eləyirlər ki, güya Şeyx Rabi zülm eləyib. Şeyx İbrahim Ruheyliyə və yaxud da Əli Hələbiyə, Allah onları islah etsin. Əgər layiqdirlərsə. O buyurur ki, وَمِنْ بُغِيِ الْحَدَّادِ və deyir, həddədin deyir, yəni Mahmud ibn Həddədin deyir. Qəzəblərindən biri də o edir ki, ənnəhu əlləfə kitəbən fit-ta'ni fi'ş-Şeyx el-Əlbani və təşvihihi. Deyir, Həddəd deyir, öz vaxtında Şeyx Əlbaniyə deyir, bir kitab yazmışdı. Yəni, rədd olaraq. Aydındır, Şeyx Əlbanini insanların gözündə pis göstərmək üçün. Bu,
Yəni fikir verin qardaşlar, bu yalnız ancaq xavariclərin tək bir dənə qəsdi olmayıb ha. Hətta həddadilər belə Şeyx Albani'dən çalışıblar ki, onu insanlara pis göstərsinlər. Subhanallah. يقع في حوالي 400 صحيفة بخطه لو طبع لعله يصل إلى 1000 صحيفة سماه الخميس أي الجيش العرمرون له مقدمة ومؤخرة وقلب وميمنة وميسرة. Və şeyx buyurur ki, onun yazdığı o kitab öz əl xətti ilə 400 səhifədir. Fikir ver, subhanallah, 400 səhifə. Şeyx Albani barəsində kitab yazıb. Bu zəlalət əhli. Allahu akbar. Fikir verin, Şeyx Albani barəsində 400 səhifə bu Mahmud İbn Həddad kitab yazır. Ne yazmışsa ne bu kitabı? 400 səhifə əlinlə. 400 səhifəni görün, incisi fikir verin. Yəni nə qədər vaxt lazım oturub yazmaq. Aydındır. Deyir, əgər Şeyx Rabi deyir, əgər deyir, o kitab deyir, mətbu olunsa, yəni çap olunsa deyir, bəlkə deyir, o kitab 1000 səhifə olar. Subhanallah. Kitabın adını qoyub nə? Xamis. Əl-Xamis, yəni 4-cü günü. Dikkatli olun qardaşlar, yəni bu dünya həqiqətən vallahi bu dünya fitnədir. Və bu fitnələr ki, hansı ki Allah subhanahu wa ta'ala imtihan eləyir. Haqq əhli sabitdir. Sabitdir nə ilə? Dildə deməklə yox. O qədər dildə deyənlər olub ki, ixlas iddia eləyənlər, hansı ki bu günləri görsən zəlalətdədirlər. Dillə demək kifayət deyil, əziz qardaş, ehtiyatlı ol vallah. Ona görə sələflərimiz deyərdi, hətta iman belə dillə demək kifayət deyil. İman qəlbdə yer tutmalıdır. Həmçin sələfli, bu günləri demək ki, mən əhl-i sünnəyəm və yaxud da mən sələfiyəm. Vallahi bu dillə deməklə deyil.